Hər kəsə salam dostlar. İndi bu günlərim sizə 6 aprel 2025-ci ildə olmuş buraxılış imtahanının suallarının izahına bir yerdə baxacağıq. Gəlin başlayaq. Əvvəlki videoda isə mən 9 martda olan imtahanı izah eləmişdim. Müvafiq olaraq 2 apreldə də 2 martda da olanı izah eləyəcəm. Elə birinci başlayaq 7-ci sualdan və sualları yaxınlaşdıraq. Siz daha rahat görəsiniz deyə. İlk öncə birinci sual tensdir. My sister wanted. Bu complex object sualdır. Çox sadə bir sualdır. Üçüncü qrupdur. Tulu feil axtaracağam və cavab olacaq Y variantı. Çox bəsit bir sual. 8-ə baxaq. 8. Biz elə bu sualın eynisi əgər əvvəlki videoya baxmışdınızsa, 9 marta da düşmüşdü. Baydan sonra əgər nəqliyyat vasitəsi gəlirsə, heç nə qoymayacağıq. Taking bus. Burada isə amma sizə artiklı qoyacağıq. Ona görə yəni həmən, amma deyir bu günlərim avtobus götürdüm. Burada Y variantı doğru variant olacaq. Yəni əvvəlkinə məsələn baxanda, müqayisə eləyəndə bu məncə daha çətin bir sualdır. Bu sadədir zaten. Questions gəldir. Questions cəmdədir. Cəmlə nə işlənər? Men işlənər. Cəmlə few işlənər. Amma bu suala baxdığımızda bu sual daha asandır. Məsələn, biz müqayisə gedəcəm. Yəni çünki çox şey etməyib onu işləməyim, yəni videonu atmağım. Məncə sualı bir tık digərində daha şeydir. Climate təkdir. B. Bu da çox sadədir. Yaxşı. Aha, bu əla. Özündən sonra phone number. İsim gəlir, ismi birləşmə gəlir. Hers getdi, yours getdi, hers getdi. Burada isə özündən sonra isim yoxdur. Yordan sonra isə isim gəlməlidir. O cür D variantı getdi. Cavabımız olacaq B variantı. 12. 12-ci suala baxaq. Yenə sortumuzu yazaq bura. 12. Demək, burada nə ilə başlaya bilərik? It ilə başlaya bilərik. It. Sonra was gəlsin. It was. Was'dan sonra nə gəlsin? Burada bir snowing gələ bilər. Bəli. Gəlsin snowing. It was snowing. Ondan sonra verək bağlayıcını when the guests arrived. Bu necə oldu? 3 oldu. Sonra 1 gəldi. Sonra 4 gəldi. Sonra 3, 1, 4. Aha. 3, 1, 4. Sonra when gəldi. 2, 6, 5. Yəni D variantı. Demək, baxırıq 13-cü suala. Fardan sonra biz hamımız bilirik ki, from gəlir. Yəni, bu ifadədir. Cavab olacaq C. Şeydə də elə asan sual düşmüşdü açıq. Yəni, məncə burada artıq səviyyələr eynidir. 9 martda da bu şəkildə düşmüşdü. Baxaq. Bananas. Picked gəldiyinə görə were. Picked up. In the forest. In the forest. Əgər burada mübtədanı da vermək istəyirəmsə, by them. Aha. Were-lə bir işlənməz, are işlənməz, will işlənməz, have işlənməz. Cavab olacaq variant. Sinonim, simple-lə
early, tez, bunlar antonimdir. Rude, polite, nəzakətli şey, bu da antonimdir. Ondan sonra dangerous, təhlükəli, harmless, bu da əslində zərər verici, təhlükəli kimi gələ bilər. Amma harmless zərərsiz deməkdir, ha. Anxious, worried, hər ikisi də narahat, cavab olacaq B variantı. My family, ay Allah, bu nə suallar uşaqlar? Yesterday had, bu sadə sual idi. Aha, deyir, o evdə qalmalıdır. Ona çünki xəstədir. Bu da sadə sualdır. I want to know, uşaqlar. The truth, you danışmamalıyıq da, yalan danışmamalıyıq. Aren't able to lazım idi. 3, 4, A variantı. Baxaq, o 19-cu suala. Deyir, these flowers look. Then varsa better var. C variantı. Yəni, bilmirəm, yəni çox sadə düşürəm. Məncə bu ilə bu qədər sadə düşə bilər. Deyir, kimin telefonu idi? 20-ci sualda. 20-ci sualda bilirik ki, özündən sonra əsas feil gələcək şey var. Ya what'dan sonra gələr əsas feil, ya da who'dan sonra. Burada da who var. Y. Təklər istəyir. Harada da təklər? Baxaq. Elə A variantına oxşuyur. Burada çünki months var, fit var, years var, days var. Bax. Baxaq. Bu əslində çox düz kimi görsənir, amma zeyar gəlməli idi. Eyni şey, burada da zeyar gəlməli idi. What intelligent, yəni what'dan sonra sifət gəlməz. Cavab olacaq D variantı. What'dan sonra students-in ən artiklı işlənməz. Cavab olacaq D variantı. Yaxşı, gəlin baxaq mətnə. Tasmaniya. Aha. Deyir Tasmaniya. The smallest islands of Australia is home to about half a million. Most the people live in southeast and North Hobart, capital of state, is the largest. The North Hobart, capital of state, is the largest city in Port Tasmania, discovered by Dutch explorer Abel Tasman in 1642. He called island Van Diemen's Land, unorganized at that time. Several thousands of people living on the island. British founded first colony on this island. Many of the Europeans living were immigrants. Great Britain late number of conflicts between Europeans and the native people started led black wars. When those wars ended, there were no native people left island and it was governed Europeans. The number increased largely island. Nə bilim, belə bu şəkildə danışır, Tasmaniya adalarından danışır. Deyir, Avstraliyanın ən kiçik əyaləti olan Tasmaniya təxminən yarım milyon insan yaşayır. Əhalinin əksəriyyəti cənub-şərqdə, şimalda yaşayır. Ştatın paytaxtı Hobart 1642-ci ildə filan tikilmişdi. Nəysə, baxaq bu suala. 23 nömrəli tapşırığa. 23 nömrəli tapşırıqda deyir ki, insanlar adalarda create state in Great Britain. They change the name of the island. Nə bilim, nə. 22. 23-cü sual. Bir düzdür. Yəni, həqiqətən Great Britain'da yaranır. Yəni, bir düz. Change name of dəyişməyib adı 2 sətirdir. Mainly the southeast bəli deyir, şimal şərqində filan yaşayırdı. 1-3. Cavab olacaq. Deyir, hansı cavab
doğrudur. Their first colony was established by Dutch. Your first colony değil, bax, bir getdi. The native people involved government black wars. Yox. Davulcu 34 variantı. 25. Deyir, what was the result? Deyir, black war'un deyir, nəticəsi nə oldu? Nə oldu nəticəsi? Deyir, Qara adada müharibə oldu. Müharibələrlə bitişdə adada yerli xalq qalmadı. Onları Avropalılar idarə etdi. A variantı. 26-cı suala baxaq. Mətn nə haqqındadır? Mətn adın yaranmasından, kəşfindən bağlıdır. Ona görə B variantı. Keçək 27-ci sual deyir. Nəyisə tapmaq, ilk dəfə tapmaq, kəşf eləmək. Bu da olacaq discover, to discover sözü. Sonra baxaq 28-ə. Deyir, paragraf 2-də indigenous sözünün yerli sözü, yerli sözündə native deyə bilərəm də, mən başqa nə deyə bilim ki? Bu olacaq. Aha, incə 2 dənə söz dəyişəyədir. Tasmanians are also good at. Görək nədə yaxşı idilər. Deyir, which they are high sabah, bu cümlədən yəqin ki, söhbət gedir. Aha, deyir, they are also good at economy, state falan. Burada deyək ki, key role, main role deyə bilərəm. Bax, burada key role sözünü main role kimi dəyişə bilərəm. Ondan sonra economy of state, goods, a lot of rahat dəyişə bilər. Bu şəkildə. Uşaqlar, esseni də özünüz yazarsınız, which country. Mən bunu baxarsınız, atacam yorumlara şeyi, PDF-lərini. Yəni, Telegram'a girib PDF-lərindən cavablarını götürə bilərsiniz. Sağ olun, salamat qalın. Yəni, hər hansısa bir qrupumuzda yoxdur ki, onun reklamını verim, hər biriniz uğurlar.